Nadir Qafarzadədən Vəfa Şərifova ilə bağlı ilginc addım. Görək Nadir niyə edib? Müğənni Nadir Qafarzadə bir müddət əvvəl tənqid etdiyi həmkarı Vəfa Şərifova ilə bağlı səsləndirdiyi fikirlərə münasibət bildirib. Amma mən bilmirəm öncə əvvəllər nə səsləndirib. Sadəcə olaraq deyirlər ki, nəsə deyib. Məsəl üçün, ifaçı toylardan birində onunla birgə səhnə aldığını və səsini bəyəndiyini deyib. Yəni Vəfa Şərifovanın. Ötən gün Xaldanda bir toyda Vəfa Şərifova da iştirak edirdi. Vəfanın orada oxumasının şahidi oldum və dedim ki, niyə bu olmasın? Yaxşı ifadırsa, canlı oxuyursa buna dəstək olmaq lazımdır. Dünən pis nəyinsə şahidi olmadım. Demək, Nadir deyir ki, yəni dünən oxudu toyda Xaldanda Vəfanın canlı oxumasına, yəni heyran olduğunu deyirdi. Yəni şahidi olduğum ki, pis heç nə yoxdur. Nadir Qafarzadə Vəfa Şərifova ilə bağlı toyda olduğu anları da sosial media hesabında paylaşıb. Lakin o daha sonra paylaşımlarını silib Nadir. Niyə? Maraqlıdır. Bir müddət əvvəl, bəli, müğənnilər Şəbnəm Tozlu və Vəfa Şərifova arasında Cənnəti mahnısı üstündə qalmaqal yaşanmışdı. Qafarzadə buna münasibət bildirərək ifaçıların oxuduğu mahnını Azərbaycan musiqisi üçün utanverici adlandırmışdı. Amma bu dəfə Vəfa ilə bağlı xoş sözlər deyib və öz sosial şəbəkə hesabında, yəqin ki, Facebookda deyib və biraz keçəndən sonra izləyənmələr olanda baxıblar ki, yox, artıq o fikirlər oradan silinib. Şəbnəm həkimin əlaqə nömrəsi oradadır. Demək, doktorum, orada kosmetolog doktorum, Şəbnəm həkimin orada əlaqə nömrələri var. Müraciət edin, gözəlləşin, gözəlləşin. Sara Səfradan bu qədər.